Salam müəllimlər, hər vaxtınız xeyir. Bugün biz sizinlə mövzu sınaq imtahanı 2-nin suallarına baxacağıq. Birinci sual belədir ki, acıqlanmırıq sözünün deməli təhlil sxemi hansı variantda doğrudur? Acıq sözün kökü, acıqlanmaq leksik, inkardır qrammatik, zamandır qrammatik, şəxsdir qrammatik. Deməli, bir kök, bir leksik, 3 qrammatik. Variant A. Daha sonra fərqləndirilmiş deməli sözlərdən hansının tərkibində bir-biri ilə amonim olan şəkilçi işlənməmişdir? Yollar palçıq olduğu üçün ayaqqabısı palçığa bulaşmışdı. Ayaqqabısı sözündə birinci gələn olur, deməli, ikinci tərəfin deməli mənsubiyyət şəkilçisi, yəni ayaqqabı sözünün özü mürəkkəb sözdür. Burada mürəkkəb sözün ikinci tərəfində işlənmiş mənsubiyyət şəkilçisidir. İsə ayaqqabı sözünün mənsubiyyətə görə dəyişməsidir. Ayaqqabısı. Güldandan gül alıb ona uzatdı. Güldan, dan leksikdir. İkinci dan hal şəkilçisidir, çıxışlıqdır. Yarasına duz basmağın nə mənası var? Burada yarasına deməli, yar sözün kökü, yardan yara, yara sözündən yarası, yarasına. Burada deməli, nə olacaq? A leksik şəkilçidir, ikinci A qrammatik şəkilçidir. Hər kəs düyünün açılması üçün əlindən gələni etmişdir. Düy sözün köküdür, leksik, ikinci yəlidir, qrammatikdir. Xorəyi axşamdan bişirir. Bişmək sözün kökü, bişir, nə et, bişir və yaxud da bişirmək, leksik. Bişirir, nə edir, bişirir, qrammatik. Deməli, hamısında bir leksik, bir qrammatikdir, amma A variantındakı yəni hər iki nə olacaq? Qrammatik şəkilçi olacaq, mənsubiyyət olacaq, amonim hesab edilməyəcək. Çünki ikisi də mənsubiyyətdir. Sifətlə feilin ortaq olmayan cəhətini məndən istəyir. Təyin rolunda çıxış etmək, isimləşə bilmək, ismi xəbər olmaq, eyni suala cavab vermək ikisi də ortaqdır. Amma kimi qoşması ilə işlənən zaman məzmunu daşımaq. Bu feilə xas bir şeydir. Yəni feili sifətə xas bir şeydir. Sifət zaman məzmunu bildirməz. Cavab D.